Sənin nə hiss etdiyini mən çox gözəl başa düşürəm. Çünki keçən il mən də həmin yerdə olmuşam. Mən də kəsilib, yenidən hazırlaşıb, əziyyət çəkib qəbul ola bilmişəm və o qədər sevinirəm ki, keçən il mən qəbul olmamışam, məhz bu il qəbul olmuşam. Düşünürsən ki, mən hər kəsdən uğursuzam, mən gərəksizəm, mən ağılsızam, mən heç nə əldə edə bilməmişəm. Amma universitetə qəbul olmamağın sənin başlayacağın bir yeni uğurundur. İnan mənə, çünki sənin olan səni tapacaq. Nömrə 1 tövsiyəm odur ki, əgər sən ağlamaq istəyirsənsə, depressiyaya girmək istəyirsənsə, ağla. Özünə icazə ver ki, mən biraz ağlayım, biraz depressiyaya girim. Bunun heç bir problemi yoxdur. Çünki mən qəbul olmadığımı daha doğrusu eşidəndə mən 2 gün otağımdan çıxa bilmədim. Mən yalnız ağlayırdım və kravatımda uzanırdım. Ona görə də nömrə 1 tövsiyəm odur ki, biraz ağla. Çünki ağlamasan, hər şey içində yığılacaq və bu heç bir yaxşı bir nəticəyə çıxarmayacaq səni. Ona görə də ağlamaq istəyirsənsə ağla. Amma sən bunu davamlı şəkildə etmə. Özünə vaxt ayır. Buna vaxt ayır. Məsələn, bir həftə mən ağlayacağam, biraz depressiyaya girəcəm və ondan sonra, bir həftə sonra sən qalxıb yenidən mübarizə aparmağa başlayacaqsan. Kəsilən insanlar 2 yerə bölünür. Birincisi, oxuyub kəsilənlər, hansılar ki, əziyyət çəkiblər, oxuyublar, yaxşı bal toplayıblar, amma istədikləri yerlərə qəbul ola bilməyiblər. Ballar qalxıb və geridə qalıblar, qıraqda qalıblar daha doğrusu. Onlara tövsiyəm odur ki, sən mübarizə aparmağa davam et. Çünki sən əgər həqiqətən də bu peşənin sahibi olmaq istəyirsənsə, sən mübarizə aparmağa davam etməlisən. Sən göstərməlisən ki, mənim məqsədim çox bərkdir və mən sözümdən geri çəkilməyəcəm. Hər kəsə göstərməlisən ki, ən əsas da özünə göstərməlisən ki, mən öz sözümü tuturam. Sən məktəbi bitirdin və sənin çoxlu boş vaxtın olacaq. Ona görə də o vaxtı çox səmərəli istifadə et. Yaxşıca hazırlaş və növbəti il inan mənə sən istədiyin yerə qəbul olacaqsan. İkinci kəsilən insan tipi odur ki, ümumiyyətlə oxumayıb, yaxşı bal toplamayıb və kəsilib. Heç bir ixtisasa qəbul olmayıb. Onlara 2 tövsiyəm var. Birincisi, əgər bu qədər çox ali təhsil almaq istəyirsinizsə, yenidən hazırlaşın, hazırlığa davam edin. Vaxtınızı həqiqətən də hazırlaşmağa ayırın. Çünki siz yenə də eyni şey etsəz, yenə də kəsiləcəksiniz. Ona görə də səhvlərinizin üzərində öyrənin, oxuyun, biraz vaxt sərf edin, biraz əziyyət çəkin və bu əziyyətin bəhrəsini siz 100% görəcəksiniz. Və ikinci yol odur ki, pulunuzu, vaxtınızı hazırlaşmağa, universitetə, ali təhsilə sərf etməməkdir. Çünki bu həqiqətdir ki, universitet oxuyan hər bir tələbə uğur əldə etmir. Yəni, Azərbaycanda demək olar ki, insanların 70%-i öz ixtisasına uyğun işləmir. Və tövsiyəm odur ki, vaxtınızı sərf etməyin. Gedin, başqa bir peşə öyrənin. Məsələn, sizdən gözəl maşın ustası ola bilər, sizin marağınız maşınlaradır, çox sevirsiniz maşınları. Ona görə də gedin maşın ustası olun. Və yaxud da, məsələn, qızlar üçün düşünə bilərsiniz ki, məndən çox gözəl dırnaq ustası ola bilər. Mən bu işi çox sevirəm. Bu işi çox yaxşı görə bilərəm. Bax, o şeylərə vaxtınızı sərf edin. Nəinki yenidən universitetə hazırlaşmayıb, pulunuzu xərcləyib hazırlığa, yenidən kəsilməyə sərf etməyin vaxtınızı. Hətta onu deyərdim ki, bu peşələrin sahibləri
Bu peşələr çox gözəl peşədir. Məni səhv anlamayın. Yəni mən çox sevirəm bu peşələri. Hətta özüm də öyrənməyi düşünürdüm. Onlar ali təhsilli insanlardan daha yaxşı pul qazanırlar. Çünki onlar öz işlərini sevirlər. Aydındır. Yəni həqiqətən də hobbiləri budur və məncə ən məntiqli yol odur ki, siz başqa peşəyə özünüzü yönəldəsiniz və bu sizə 100% daha gözəl nəticə göstərə bilər. Nəinki siz yenidən hazırlaşıb universitetə həm pul xərcləyəsiniz yenidən imtahan verməyə, həm hazırlıqlara da yenidən pul verəsiniz. Yəni əgər vaxt ayırmayacaqsınızsa, yeni bir peşə öyrənmək sizin üçün daha məntiqli ola bilər. Nömrə 2 tövsiyəm isə valideynlərə olacaq. Çünki bir çox kəsilən övladların səbəbi məhz valideynlərdir ki, düşünür ki, mənim övladımın çoxlu bilikləri var, o çox yaxşı bir yerə qəbul olacaq, 700 bal toplayacaq, hüquqa falan qəbul ola bilər. Başlayırlar hazırlıqlara qoymağa, görürlər ki, övlad oxumur. Yəni hazırlıqların heç bir nəticəsi yoxdur və s. və s. Mən gözəl başa düşürəm ki, hər bir valideyn istəyir ki, övladının ali təhsili olsun, amma təəssüflər ki, hər bir insanın ali təhsili ola bilməz və ali təhsili olmayan insanlar da digər sahələrdə çox gözəl nəticə göstərirlər, çox gözəl əldə edə bilərlər. Hətta deyərdim ki, ali təhsilsiz insanlar daha uğurlu ola bilərlər. Çünki başqa bir hobbiləri, məsələn, başqa bir hobbisi ola bilər övladınızın, çox gözəl rəsm çəkə bilər, çox gözəl, məsələn, saç kəsə bilər, maşın düzəldə bilər. Məhz buna görə siz artıq irəli gedin. Çünki əgər yenidən hazırlıqlara pulunuzu sərf edəcəksinizsə, heç bir nəticə göstərməyəcək. Çünki övlad özü başa düşməlidir ki, mən oxumalıyam. Və uşaqlarınızın üstünə qəti şəkildə getməyin. Deməyin ki, hay mən bu qədər pul sərf etmişəm sənin hazırlıqlarına, bu qədər əziyyət çəkmişəm, səni oxutdurmuşam, amma sən gedib qəbul bilməmisən. Yəni qəti surətdə belə bir şey etməyin. Çünki övladınız qəbul olmaya bilər, amma heç bir universitet buna görə dəyməz. Ona görə də maksimum şəkildə anlayışlı yanaşın. Növbəti tövsiyəm isə yenə də universitetə hazırlaşanlar üçündür, abituriyentlər üçündür. Düşünməyin ki, universitetə qəbul olub siz uğur əldə edəcəksiniz. Çünki bu uğurun heç 5% də deyil. Yəni uğur ümumiyyətlə hər insandan insana dəyişən bir şeydir. Sizin üçün uğur sayılan başqa insan üçün uğur sayıla bilməz. Və insanlar çox fərqlidir. Ona görə də siz özünüz düşünməlisiniz ki, bəs mənim üçün uğur nədir və ona görə irəli getməlisiniz. Başqa insanların düşüncəsi ilə yaşam. Növbəti tövsiyəm isə yenə də abituriyentlər üçündür, universitetə yenidən hazırlaşanlar üçündür ki, heç kəsə qulaq asmayasınız. Çox insan deyəcək ki, ay nə bilim, mən səndən bunu gözləmirdim, ay onsuz da bilinirdi ki, sən qəbul ola bilməyəcəksən və s. və s. Belə insanlardan uzaqlaşın, ümumiyyətlə belə insanlarla danışmayın. Çünki insanın ətrafı həqiqətən də böyük bir rol oynayır. Sizin ətrafınız əgər yaxşı olacaqsa, deməli siz də irəli gedə biləcəksiniz. Yəni bu uğurun demək olar ki, 40%-ni təşkil edir. Ona görə də maksimum şəkildə, yəni düşünməyin, utanmayın ki, məsələn mən kəsilmişəm, mən necə baxacağam cəmaata. Yəni boş-boş fikirlərdir. Ümumiyyətlə düşünün ki, siz heç kəsin vecinə deyilsiniz. Məsələn mən belə düşünürəm ki, mən heç kəsin vecinə də deyiləm və heç kəs məni düşünmür. Yaşamağa daha rahat olur. Yəni mən daha rahat yaşayıram buna görə. Və bilirsiniz, yəni kəsilmisiniz, bu xəbəri onsuz da
maksimum bir həftə danışacaqlar. Maksimum deyirəm ki, bir həftə gedəcək bu söhbət. Amma ondan sonra hər bir insanın öz problemi var və heç kəs səni düşünmür. Narahat olma. Ona görə də sən hazırlaşmağa davam et və yalnız irəli getməyi düşün. Növbəti tövsiyəm isə qrup dəyişməkdir. Məsələn, siz 4-cü qrupu seçmisiniz, həkimliyə vermək istəyirsiniz, amma heç cürə o balı toplaya bilmirsiniz və düşünürsünüz ki, bu qrup mənim üçün çox çətindir. Ona görə də siz əziyyət çəkməyin. Verin 1-ci qrupa. Yəni birinci qrupda daha çox ixtisas var, daha çox yerlər yaza bilərsiniz və həqiqətən də qrup dəyişimi sizin üçün çox böyük bir irəliləyiş ola bilər, çox böyük bir rol oynaya bilər. Ona görə də qrup seçərkən çox ehtiyatlı seçin ki, ixtisas həqiqətən də məsələn bilirsiniz ki, həm ixtisas çox olsun, yazacağınız yer çox olsun, həm sizin balınız da düşsün. Məsələn, düşünməyin ki, ay mən gedib 700 balı toplaya biləcəm. Yəni hər şey ola bilər, həyatdır. Məsələn, imtahanda gedib özünüzü pis hiss edə bilərsiniz və az toplaya bilərsiniz. Hər şeyi nəzərə alıb irəli getməlisiniz. Sonda mənim hekayəm odur ki, mən də 2024-cü ildə kəsilmişdim. Mən dizaynerliyə verirdim və Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinə qəbul olmaq istəyirdim. Amma pulusuna qəbul oldum, imtahandan keçdim. Baxmayaraq ki, mən çox yaxşı rəsm çəkirdim, buraxılış balım da çox yaxşı idi. Yəni 5-ci qrup üçün mən çox yaxşı nəticə göstərmişdim. Amma mən gedib qabiliyyət imtahanında özümü pis hiss elədim və yaxşı çəkməmişdim, amma yenə də pulluya qəbul olmuşdum. Mən də düşündüm ki, həm ailəm də bir qərara gəldik ki, yenidən hazırlaşıb başqa bir qrup seçəm. 3-cü qrupu seçdim bu arada və yenidən 8 aya başladım 3-cü qrup üzrə hazırlaşmağa. Mənim tarixim 0 idi, ədəbiyyatım da 0 idi. Sadəcə rus dilini bilirdim. Mənim ana dilim rus dilidir və mən rus dilini yaxşı bilirdim. Ona görə də gedib bal toplaya bildim qısa bir zamanda. Yəni indi oxuduğum ixtisas məni çox qane edir və bu o qədər çox sevinirəm ki, mən o vaxtı dizaynerliyə qəbul olmamışam. Çünki o vaxtı dizaynerliyə qəbul olsaydım, məhz indiki oxuduğum yerə qəbul olmazdım və mən qəbul olduğum yerdən çox razıyam. Müəllimlərindən də, universitetdən də, tədrisdən də çox razıyam. Ona görə də yəni nə edilirsə həqiqətən də sizin xeyrinizə olur. Həyatınızı ümumiyyətlə düşünün ki, həyat məni sevir, dünya məni sevir, hər şey mənə görə yaxşı olur və nə olursa olsun hər şey xeyrimədir. Ona görə də heç vaxt yəni depressiyaya girməyin ki, nə bilim mən uğursuzam falan filan, boş söhbətlərdir. Boş söhbətlərdir uşaqlar. Həqiqətən də vaxtınızı elə şeylərə sərf etməyin. Özünüzə inanın. Əgər mən bunu etmişəmsə, sən də bunu edə bilərsən. Çünki mən səndən artıq deyiləm və sən məndən əskik deyilsən. Həqiqətən də uşaqlar. Yəni özdə ki mən heç yaxşı da hazırlaşmamışdım, amma yenə də nəticə olaraq qəbul olmuşam və çox bir yaxşı yerdə oxuyuram. Son sözüm odur ki, həyat hələ sənin üçün yenicə başlayır. Sənin uğurun hələ gələcəkdədir. Ona görə də sən əlini üzmə. Heç vaxt düşünmə ki, mən uğursuzam, mən heç nəyə gərəksizəm, mən hər şey gərəksizəm, heç nə əldə edə bilmirəm və s. Çünki sənin uğurun sənə lazım olan vaxtı tapacaq.